Hamıya salamlar. Düzəltdiyim bəzi binaları göstərəcəm. Qalanını da sonra sabahda ya da 1-2 gündən sonra yenə bilmirəm hələ. Onu da göstərəcəm binaları. İndiki bina budur. Burası restorandır. Göydəki bir restorandır. Onun ambarı da qabaqdakıdır. Onu sonra göstərəcəm. Bu da o birisi binadır, amma hələ boşdur, hələ düzəldirəm. İndi yuxarıdakı restoranı göstərəcəm. Bəzi səslər gələ bilər, amma nəysə. İndi yuxarı çıxıb həmənki, yəni düzəltdiyim restoranı göstərəcəm. Bir də Allaha səcdə və insanlara səcdəni, yəni hekayətini. Sabah bu oyunda nağıl olaraq, yəni danışacağım yəni. Oyun deməkləsə nağıl danışacağım. Buradakilərdə ərzaq vatanı, yəni ərzaq verir. Buradakilərdə adamlardır. Neysə. Bir dənə tort yedi. Tort çıxır. Bunlar arasında biri boş olsa tort burada olur. Amma burada. Neysə. İndi buradan çıxım. Ambarı göstərdim. Sonra Azərbaycan bayraqlı binanı göstərdim. Binanı daha yaxşı göstərəcəm. Onda bunun ikinci, yəni nə vaxt yəni çəkəndə YouTube'a yükləyəcəm və göstərəcəm. İndilik bu ambarı göstərməyə gəlirəm. Sonra Azərbaycan rəhli binanı göstərəcəm. Allaha səcdə və insanlar səcdəsində Allahı səcdə edir. Sadəcə Allahı fikirləşir namazda. Amma öbürsü yox. Allaha səcdə etmir, insanlar səcdə edir. İnsanlar onu sadəcə tərəfləsinlər deyə səcdə edir. Və namaz olan kimi deyir ki, namaz vaxtıdır. Namaz vaxtı tez ol, namazımı qılmağa getməliyəm. Amma onu həm tərəfləsində elə gedir, amma o Allaha səcdə edən onu demir. O əzan çəkilən kimi namazını qılmağa gedir. Əslində saf ürək və saf sonsuz Allaha sevgi daha da yaxşıdır yəni. Quranda yazıb ki, Allahdan qorxmaq lazımdır. Amma yox. Allahı sevmək və sonsuz mərhəmətli olduğu üçün onu hər zaman sevmək və hörmət etmək lazımdır. Çünki yaradandan görə hər şey yəni veribdir bizə, yəni indi Allahdan qorxmasaq da olar yəni. Sadəcə Allahı sevmək və ona sonsuz bağlılıq yəni. Yaradanlıq. Namaz qılmayan cənnətə gedər, cəhənnəmə gedər. Yəni cənnət və cəhənnəm varmı yoxmu da bilmir. Ona görə ki, insan ruh olur. Ruh olduğu vaxtda necə cənnət və cəhənnəm olsun. Yəni insanın bu dünyada etdikləri elə o etdiklərinə görə də yəni yaxşılıq edirsə, orada rahatlıq olacaq. İstədiyi kimi gedib gələ fırana, nə bilim daha nəsə olar, olmaz. Yəni istədiyini eləyə bilər də, yəni o birisi dünyada. Amma pislik eləyibsə o birisi dünyada qoymazlar, yəni ya istədiyini eləsin. Ona görə ki, bu dünyada hər şeyini eləyib, hər pislik eləyib, o dünyada azad ola bilməz. Amma bu dünyaya yaxşılıq eləyib, o dünyada yəni azad ola bilər. Yəni onsuz da bütün yəni edilən dualar Allaha çatır. Çünki yaradan təkdir. Allahdır yəni. Ata isə dua etsə Allaha çatır. Xristian da isə Allaha çatır. Fərq etmir yəni. Yəni onlar yaxşı bir insandırsa, yəni pislik etməyən, hamıya yəni yaxşılıq edən, əllərindən gələn yaxşılıq edən. Niyə azad olmasın? Yəni azad olacaq yəni. Bütün yəni dərmanlar da oradan gəlir yəni. İnsanlar üçün, yaxşılıq üçün. Hər şey oradan gəlir. Yəni bu da yaxşılıq elədiklərinə görə, yəni o ruhları o birisi dünyada azad ola bilər, yəni pislik eləyiblər. Əgər pislik eləyiblərsə, onda o birisi dünya onların ruhu yəni azad olmaz. Ona gəlir ki, o qədər pislik edən insan bu dünyada yəni azad ola bilər, amma o birisi dünyada yox, azad ola bilməz. Onların duası da qəbul olunmaz, yəni. Amma əgər yaxşı bir insansa, fərq eləmir, hansı dindəndir, yəni. Allaha səcdə edir, yoxsa başqa bir dinə inanır. Onsuz da bütün dinlər Allaha yəni axırı gəlib çıxır. Ona görə ki, bütün hər şeyin yaradan sadəcə Allahdır. Yəni indi Allaha yəni səcdə etməsək,
onda cəhənnəmə düşərikmi? Yox. Mənim görə fikrim yox. Düşünmədim. Ona görə ki, cəhənnəm varmı yoxmu da bilmirəm. Yəni mənim fikrimə görə o birisi dünya bir azadlıqdır. Azadlıq olmamağı da var. Yaxşılıq edərsək bu dünyada azadlıq olacaq. Pislik edərsək azadlıq olmayacaq bizim ruhumuza görə. Çünki insan ruh olur yəni. Yəni cənnət, cəhənnəm yəni. Mən bu ruh olanda daha çox yəni bütün hər tərəfi gəzə bilər. Sadəcə cənnət, cəhənnəm bir yerdir. Yəni orada nə qədər yanacan ki, sonra deyir yəni. Yazıq ki, orada söhbət edəcəksən, yəni söhbətin də bir sonu var yəni. Burada bankdır. Almaslar qızıldır. Hə, qızıl bank. Almas qızıl bankıdır. Bir də Allaha səcdə etməsək də yəni yaxşı insan olmaq bəs edir. Çünki Allah hər bir canlıya sevgi və yəni mərhəmət verir. İnsanda bunlar varsa Allah onu sevər. Ona görə ki, Allah bütün yaxşılıq edənləri və mərhəmətli olanları sevər. Amma pislik edənləri yox. Pislik etməmək və yaxşılıq etmək arasında çox böyük bir fərq var. Sadəcə inanıb inanmamaq, yəni bir cənnət və cəhənnəm olaraq bilmirəm. Amma fikrimə görə yox. Cənnət və cəhənnəm yoxdur. Cənnət o dünyada ruh olan, azad olmağın bu dünyaya bağlı yaxşılıq edib eləməməli. Yəni namaz qılmayan insan yəni ruhu azad olmayacaq deyə bir şey yox. Yəni fikirləşirəm yəni mən axırı yaxşılıq olsun insan ürəyində və hər canlıya qarşı mərhəmət, yaradana sevgi və böyük bir mərhəmət var hər canlıya qarşı insanda elə olarsa və böyük bir yaradana qarşı böyük bir hörmət yəni hörmətlə sevgi bütün insanlara qarşı böyük bir sevgi və böyük bir mərhəmət, böyük bir hörmət yəni insanda olarsa yaradana qarşı ən böyük bir sevgi və hörmət daha yaxşı yəni olar. Çünki Allahdan qorxmaq yəni bəlkə biz səhv anlamışıq ya da bilmirəm yəni. Amma Allahdan qorx, Allahı sevmək və Allaha çox böyük bir yəni sevgi yəni. Və Allah həmişə verdiyinə görə şükür etmək lazımdır yəni. Fərq eləmir yəni hansı dindən olan şükür eləyəcək, etməyəcək. Yəni o ona bağlıdır yəni şükür edib etməməsi. Bu binalarda sonra göstərəcəm ikinci bölümdə yəni. Yəni ikinci bölümdə yəni nə vaxt çəkəndə göstərəcəm. Hələlik sağ olun, abunə olun, ailəmizdə qalsın. Hər kəsə təşəkkürlər.